Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Qobu qəsəbə 16 saylı Körpələr evi uşaq bağçasında olub. 105 yerlik bağçada 6 qrup fəaliyyət göstərir. Körpələr evi uşaq bağçasının direktoru Səbinə Sultanova ilə söhbətimizdə qeyd etdi ki, uşaqlar bizim Allahın ən şirin töhfəsidir. Onları sevmək, qayğılarına qalmaq ən başlıca amilimizdir. Ümumiyyətlə körpələrə sevgi ilə yanaşırıq, onlara ana qayğısı göstəririk və çalışırıq ki, onlara o qədər qayğı göstərək, sevgi göstərək ki, gələcəkdə onlardan bu sevgini geri ala bilək. Bağçada çəkiliş zamanı çox maraqlı, çox ürək açan az yaşlılarla rastlaşdıq. Onları sevməmək, əzizləməmək qeyri-mümkün idi. Heydər baba amandan, mayanda Azərbaycan, zümmətdə ayağını satacaq, yaşayacaq Azərbaycan. Vətənini sevməyi öyrənən körpələr çox maraqlı çıxışlar nümayiş etdirdilər. Sevgi, qayğı, diqqət, dostluq, elm, yaxşılıq bunların hər birini bağçada körpələrə aşılayırlar. Hələ çəkilişimiz elə vaxta düşmüşdü ki, müəllimlər uşaqlara nağıl nümayiş etdirirdilər. Gülnar müəllimə nağılı o qədər gözəl şəkildə təqdim edirdi ki, insan bir anlıq uşaq olmaq istəyirdi. Ümumiyyətlə, bağçalarda belə sevgi, belə qayğı olarsa, əlbəttə ki, bu uğura aparan yol deməkdir. Cəmilə Nəsir qızı, Kamil Quliyev, bugün informasiya proqramı üçün. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Qobu qəsəbə 11 saylı Körpələr evi uşaq bağçasında nizam-intizam, səliqə, səhman, təmizlik yüksək səviyyədə idi. Bu da az yaşlıların rahat olması üçün hər cür şərait yaradılmışdı. Məktəbdən öncəki təhsil, davranış qaydaları insan ömrünü demək olar ki, formalaşdırır. Azərbaycan kimi vətənimiz var, Heydər baba kimi öndərimiz var. Biz bu torpağın gül çiçəyiyik, Heydər babamızın nəvələyik. O bizim döyünən ürəyimizdir, hər zaman, hər yerdə gərəyimizdir. Bu bağçanın ab-ı havası bir başqa idi. Daxil olduğumuzdan bəri ancaq xoş hadisələrlə rastlaşdıq. 115 yerlik bağçada 6 qrupun təlim tərbiyəsi ilə məşğul olunur. Əsl ana qayğısını bağçada hiss etdik. Bunu çəkiliş xatirinə söyləmirik. Bağçanın direktoru Kəmalə Nəcəfova ilə söhbətimizdə o qeyd etdi ki, biz bağçada tez-tez vətənpərvər mövzuda məşğələlər keçiririk. Çünki vətən sevgisi ilə böyüyən hər kəs sahiblənməyi, sevməyi və qorumağı biləcək. Qrupları gəzib onlarla tanış olduq. Həm sakit, həm də dəcəl uşaqlarla rastlaşdıq. Ancaq gördük ki, fərqi yoxdur. Hər biri eyni sevgi ilə bəslənir. Burada təhsil verənlərin səbrinə heyran qaldıq. Baxın, əgər bir evdə 3-dən çox uşaq olarsa, ana çətinlik çəkir, səbri daralır və əsəbləşir. Ancaq burada nə qədər uşaq olsa da, səbir və təmkinlə onların təlim tərbiyəsi ilə məşğul olurlar. Bəli, elə müəllimin fərqi də budur və ona görə də müəllimləri həmişə sevmək, onların əziyyətini dəyərləndirmək gərəkdir. Cəmilə Nəsir qızı, Kamil Quliyev, bugün informasiya proqramı üçün.